Elxan Alatlı oxuyan ümumi klassika oxuya bilər. Dostoyevski oxuyandan sonra necə gedib Elxan Alatlı oxuya bilirsən? Maraqsız gəlmişdi. Həm də məni sıxmışlar, oxumaq istəməmişdim. Kapaq fotoğrafı. Vloguma xoş gəlmisiniz. Hər kəsə salam, mən İlker. Bugün oxuduğum kitablar haqqında danışacağıq. Digər platformdan takip edənlər, TikTokdan takip edənlər bilər ki, mən bir müddət əvvəl minik bir linç edim. Minik. Əslində ətrafımdakı insanlar mənə Elxan Alatlı oxumağımdan tanıyırlar. Çox heç klassikləri ya da digər xarici ədəbiyyatları falan oxuduğumu bilmirlər. Bunun belə olmağının səbəbi əslində qalsa Azərbaycanda olan Elxan Alatlı nifrətidir məncə. Çünki Elxan Alatlı oxuyan insanlara qarşı çox böyük bir ön yarğı var və bu ön yarğılardan biri də hətta videoma kommentlərdən birində, rəylərdən birində şey yazmışlar ki, Agatha Christie oxumayan qız, nə bilim, xarici ədəbiyyat oxumayan qız tipi ya da nə bilim klasik oxumayan qız tipi. Elxan Alatlı'nın iki qatı. Sadəcə Elxan Alatlı oxumuram. Bu birincisi ki, sadəcə Elxan Alatlı oxusaydım da yenə də mən bir kitab sevər, bir oxur olacaqdım. Yəni məncə Elxan Alatlı'nın kitablarını nə qədər çox sevdiyimi və oxumağı nə qədər sevdiyimi sizə sözlərlə yox da belə ifadə edə bilərəm. Çox ağırlar, qaldıra bilmirəm. Şöyle. İlk öncə bir məsələyə aydınlıq gətirək. Mənim bu kitabları sevməyim, bu kitabları oxumağım, bu kitablara mənə maraqlı gəlməyinin bu tərəfi sevməməyimlə ya da sevə bilməməyimlə ya da oxuyub anlamamağıyla heç bir əlaqəsi yoxdur. İlk öncə bunu bir aydınlaşdıraq. İlk öncə bu hamıya bir aydın olsun ki, Elxan Alatlı oxuyan ümumi klassika oxuya bilər, xarici detektiv janrı da oxuya bilər, mini klassika da oxuya bilər, fəlsəfə də oxuya bilər, siyasət də oxuya bilər ki, mənim kitab rəfimdə demək olar ki, hər rəngdən kitab var. Niyə? Çünki mən kitabı nə yazarına görə, nə janrına görə, nə də bu çox qəşəng yazardı, bu Dostoyevski yazıb, görəm bunu oxuyum, bunu Elxan Alatlı yazıb, oxumayım deyə bir şey eləmirəm ki, məncə oxurlar həqiqətən belə olmalıdır. Əgər bir insan oxuyub oxuduğunu anlaya bilirsə, yəni çünki ən çox aldığım şey budur ki, ayda Dostoyevski oxuyandan sonra necə gedib Elxan Alatlı oxuya bilirsən? Çox qəşəng oxuya bilirəm mən, məndən yana narahat olmayın. Amma yəni çox mənasızdır. Sən əgər oxuduğun kitabdan, oradakı məğzdən, əgər sən digər kitabları ya da digər kitab oxurlarını kiçik görməyi anlayırsansa, sən oxuduğun kitabdan heç bir şey anlamamısan. Çünki oxuduğum heç bir kitabda bir digər insanı əzmək ya da kiçik görmək kimi şeylər paylaşılmır. Daha çox kitab oxuyan insanların şey olduqlarını düşünürəm. Daha düşüncəli, daha anlayışlı, daha gözü açıq, daha dünya görüşü böyük və dünya görüşü böyük olan bir insanın bir yazarı oxuduğuna görə bir insan linç eləməsini qətiyyətlə anlaya bilmirəm və mənə absurd və gülməli gəlir. Ümumiyyətcə o adını çəkdiyi yazarların heç birində oxumadığını düşünürəm. Yəni çünki o əsərləri oxuyub o geniş yelpazədən dünyaya baxan bir insanın bir insanı sadəcə oxuduğu kitaba görə linç eləməsini anlamıram, anlamayacağam da. İkinci olaraq Azərbaycanda tərcümə problemindən bəhs etmək istəyirəm ki, mənim ən çox qarşılaşdığım problemlərdən biri budur. Mənim oxuduğum klassiklərin demək olar ki, çoxu türk dilindədir. Yəni üstəkilər Azərbaycan dilindədir. Onları oxumaqdan xoşum gəlmədi çox. Yəni tam olaraq məğzi mənə ithaf edə bilmədi. Ona görə keçdim türk dilindəkiləri oxumağa. Yəni eyni kitabların türkcəsini alacağam böyük ehtimallar. Çünki türk dilindən çevirmə daha yaxşıdır. Və insanların əsasən Azərbaycanda Elxan Alatlıya bu qədər çox yönəlməsinin səbəblərindən birini bu olaraq görürəm. Çünki klassik əsərlər onsuz da ağırdılar və onların tərcüməsi də yaxşı olmayanda istər-istəməz insan onu anlaya bilmir. Məsələn, oxuduğum kitablarda bəzən çox məna qopuqluqları yaşayıram. Çünki Azərbaycan dilinə tərcümə olunanda o yazarın verdiyi ruhu keçirdə bilmirlər. Bu mənim həqiqətən kitab oxuyanda çox məni soyudan şeylərdən biridir və Elxan Alatlı bu mövzuda həqiqətən çox yaxşıdır. Çox səlis, çox sadə bir dili var, anlaşılması çox rahat bir dili var. Ona görə də gənclərin, ümumiyyətcə yeni kitab oxumağa başlayan insanların Elxan Alatlı oxuması çox normal bir şeydir. Bunu deyəndə də deyirlər ki, özün də qəbul edirsən ki, Elxan Alatlı yeni oxumağa başlayanlar üçündür. Xeyr, Elxan Alatlı yeni kitab oxumağa başlayan insanlar üçün yaxşıdır. Amma bu Dostoyevski oxuyan ya da Agatha Christie oxuyan insanların sonradan gəlib Elxan Alatlı oxuya bilməyəcəyi mənasına gəlmir ki, bunlar hamısını oxumuş bir insan olaraq da Elxan Alatlı'nı çox zövq alaraq da oxuyuram. Ən böyük yanlışlardan biri də kitab oxumaq sadəcə bir şey öyrənmək üçündür. Kitablar sadəcə bir şey öyrənmək üçün dalıqlıdır. Xeyr, kitab oxumaq bir hobidir eyni zamanda və düzdür, sən fəlsəfə öyrənmək üçün, siyasəti öyrənmək üçün də kitab oxuya bilərsən. Bu çox normal bir şeydir. Klassik əsərləri var, sənin dünya görüşünü artırırlar. Məsələn, İvan İliçin Ölümü deyə bir dənə kitab oxumuşdum. Tolstoyun kitabıydı. Mən o kitabı oxuyanda həqiqətən mənə çox təsir eləmişdi. Hətta oxuyub ağladığım kitablardan biri idi. Çünki o insanın o tənha ölümü, o
həqiqətən həyatını başqa insanlar üçün yaşamaq ki, mənim ən böyük qorxularımdan biri budur. Həyatı öz istədiyim yolda yox, sırf cəmiyyətin qınağına görə, sırf bəzi insanların baxışına görə öz istədiyim həyatı yox, başqa bir insanın həyatını yaşamaq mənim ən böyük qorxularımdan biridir və bu kitab bunu o qədər qəşəng izah edirdi ki, bir insanın başqa bir insanın həyatını yaşamasını, yəni onların istədiyi kimi mükəmməl deyilən o həyatı yaşamağı və ölüm döşəyində olanda o həyatdan necə peşman olduğunu anadan çox qəşəng bir kitab idi. Mən o kitabdan bu dərsləri çıxartdım, bunları anladım. Yəni bunları kitablardan öyrənmişəm, düzdür. Bunu danmıram. Bu kitablar mənə çox şey öyrədib. Amma mən Elxan Alatlının kitablarından da öyrənmişəm. Məni kitab oxumağı sevdirən yazar Elxan Alatlı olub. Mənim bugün bu qədər çox oxuduğum kitab varsa, özümü bu qədər çox inkişaf elətdirə bilirəmsə, bunun səbəbkarı, bunun qəhrəmanı Elxan Alatlıdır. Və mən uzun bir müddət kitab oxumamışam. Yəni mən kitab oxumağa demək olar ki 1 ildir başlamışam. 1 ildə bu boyda kitab yığmışam. Çox xoşbəxtəm bunun üçün. 1 ildə başlamışam və bir gün dostlarımla kitabxanaya getmişdik. Mən dərs oxumaq üçün kitabxanaya çox gedən bir insanam. Kitabxanaya getmişdik. Qızlar kitab oxuyurdular və dostum Elxan Alatlı oxumağı çox sevən bir insan. Dedi ki, gəl sən Elxan Alatlının bir dənə kitabını verəcəm. Getdi kitabxanadan rəfdən 14-cü adam kitabını gətirdim. Mən həqiqətən o qədər maraqla oxudum ki, o kitabı əlimdən ala bilmirdilər. Mən kitabxanadan çıxmaq istəmirdim. Deyirlər gedək kafeyə bəsdir də. Mən kitabı buraxıb getmək istəmirdim ki, yox da mən bu kitabı qurtaracağam. Ondan sonra da getdim, 14-cü adamı aldım və sonra belə çox böyük bir ailə olduq. Yəni kitablarım mənim ailəmdilər. Onlarla vaxt keçirmək mənim çox xoşuma gəlir. Məni çox bu həyatın kaosunda, bu həyatın qarmaşasında sadəcə bir dur və nəfəs al deyirlər elə bir mənə. Və ona görə yeni kitab oxumağa başlayıb Elxan Alatlı oxuyan insanların həvəsinin, sən Elxan Alatlı oxuyursan deyə qırılması mənim həqiqətən çox əsəbləşdiyim bir şeydir. Ümumiyyətcə bir insanı kitaba görə yargılamaq nə qədər düzgün bir şeydir. Bunu müzakirə etmək lazımdır. Dünya görüşü olan, həyata bir baxışı olan heç bir insanı kitaba görə yargılamadığını məncə hamınız fərqindəsiniz. Məsələn, bu məsələ insanların yargılama məsələsi sosial mediada da çox var. Həqiqətən sosial mediada bir şeylər bacarmış, influencer olmuş ya da içerik üreticisi olmuş ya da milyonlara hitap edən insanların heç vaxt yeni başlamış bir insanı linç elədiyini görə bilməzsiniz. Ya da YouTube'a video çəkməyə yeni başlamış bir insanı YouTube'da milyonlarca follow olan və orada milyonlar qazanan insanlar yox. Bunu eləmək istəyib cəmiyyətin qınağından qorxan insanlar həmişə linç eləyir. Məsələn, ilk başlarda mən də TikTok çəkəndə mənə çox linç eləyirdilər ki, ayda sən Allah, niyə sən də orada gəl, sən kimi izləyəcək, əsərə və lafət kimi linç yemişəm, yanılmasın. Amma mən çox insanların düşüncələrinə fikir verən bir insan deyirəm. Əgər mənim üçün o şey düzgündürsə, o şey ailəm üçün düzgündürsə, demək ki, o şey mənim üçün düzgündür. Və əgər bir yazarı sevirsinizsə, sırf insanlar onu sevmir deyə o yazardan əl çəkməyin, o yazarı evdə gizli-gizli oxumağa çalışmayın. Məsələn, mənim ətrafımda nə qədər insan var, Elxan Alatlı oxuduğunu adım qədər bilirəm. Amma ki, mənlə bir seçib o Elxan Alatlı kitabını. Amma insan cəmiyyət içərisində olanda və Elxan Alatlı söhbəti gedəndə, yo, mən oxumuram ya onu, qələmi belədir, ay, ədəbiyyat, onu oxuyanda ədəbiyyat bilirəm deməsin, nə bilim, nə kimi ifadələr işlədir. Məncə özünü alçatmaqdan başqa heç bir şey deyil. Yəni, sırf bir yerə uyğunlaşa bilmək, adaptasiya sağlaya bilmək üçün belə eləmək nə qədər düzgündür, bunda bir fikirləşmək lazımdır. Mən Elxan Alatlı oxuyuram, çox sevirəm. Yəni, bu məni nə Tolstoy oxumaqda, nə Dostoyevski oxumaqda, nə də digər belə çox möhtəşəm, çox böyük insanların adlandırdığı yazarları oxumaqdan, nə də Azərbaycan klassiklərini oxumaqdan alıqoymur. Ümumiyyətcə, Elxan Alatlının kitabları insanlara heç bir şey qatmır deyən insanların bir dəfə belə Elxan Alatlı kitabı açıb oxumadığını düşünürəm. Çünki bu kitablar həqiqətən vətən sevgisini çox artıran kitablardır. Və mən əslində Azərbaycandakilərin bu kitabı sevməməyinin, yəni Elxan Alatlının qələmini sevməməyinin səbəbi olaraq bir yerdə də bunu görürəm. Çünki Elxan Alatlı cəmiyyətimizin problemlərini yazır. Cəmiyyətimizdə qadının necə alçaldıldığını yazır. Cəmiyyətimizdə bir insanın pula görə hər şeyi necə eləyə biləcəyini yazır. Bunu qəbul eləmək istəməyən kəsimin həqiqətən Elxan Alatlını bəyənmədiyini və insanların da oxumamasına təşviq elədiyini düşünürəm. Azərbaycanda baş vermiş cinayətlərlə bağlı bir kitabım var, çox qəşəngdir. Həqiqətən Azərbaycanda baş vermiş cinayətləri danışır və onu oxuyanda biraz ürkürəm. İnsanın özünü tanımasına məncə kitablar çox kömək eləyir. Çünki düzdür, 20 ildir bu bədənin içərisində bu beyinlə yaşayıram, amma bəzən özümü tanıya bilmədiyim situasiyalar olur. Ayda bunu mən eləmişəm dediyim ya da mən bunu eləyə bilərdim dediyim çox situasiya olur. Bu kitab haqqında danışmalıyıq bir dəqiqə. Üstündə həqiqətən danışmalı olduğumuz bir kitabdır Şantaj. Elxan Alatlının mən bilən ilk həqiqətən bir
insanın həyatından yazdığı kitabdır. Yəni qurğu olmayan bir kitabdır. Kitabdakı qəhrəmanın adının Ülker olmağı bilmirəm. Bəlkə bəzi yerlərdə məni onunla daha çox empatiya qurmağa aparırdı. Amma bu oxuduğum kitablar mənim empatik duyğularımı çox inkişaf elətdirdi. Normalda çox empatiya eləyən bir insanam, amma həqiqətən bu kitabı oxuyanda bu divanda saatlarla ağlamışdım. Bu son qırmızı işarətlədiyim yer məni ən çox təsirləndirən cümlələrindən biri idi. Çalışın səhv eləməyin, çünki sizi Allah belə bağışlasa, yaradan belə bağışlasa, bu cəmiyyət bağışlamayacaq. Yəni həqiqətən günümüzdəki cəmiyyətin nə gündə olduğunu, cəmiyyətimizin vəziyyətini ifadə edən bir kitab idi. Bilirsiniz də, Azərbaycan ailələrində qız uşaqları ilə ata arasında bir məsafə olur həmişə. Yəni belə olmayan ailələr həqiqətən çox bəxtəvərdirlər deyə bilərəm, amma çoxumuzun ailəsi belədir ki, mən bu bəxtəvər ailələrindən biri idim. Və bu kitab həqiqətən sevgi görməyən bir ailədə böyüyən bir insanın, öz ailəsində yaddaşan bir insanın, ümumiyyətlə uşaqlarımıza yetərli sevgini, qayğını verməsək, onların yanında yetəri qədər dayanmasaq, onları anlamağa çalışmasaq, gəncliyin hansı yollara düşə biləcəyini ya da bir qızın necə öz ailəsindən qorxduğu üçün necə həyatının məhv ola biləcəyini göstərir. Ülker, kitab qəhrəmanı olan xanım, bəlkə də mənim kimi bir ailədə böyümüş olsaydı, başına gəldiyi bir şeydən qorxub, tez ailəsinin yanına gedib onların onu qoruyacağını biləcəkdi. Amma Ülker cəmiyyətimizdə bugün %70'in yaşadığı bir həyatı yaşayırdı və bu mentalitet, bu düşüncə, bu fikir bu qızı həbsxanaya sürükləmişdi. İndi kitab haqqında çox danışmaq istəmirəm, çünki hələ də aranızda oxumayanlar ola bilər. Amma Elxan Alatlının kitablarının insana heç bir şey qatmadığını düşünən insanlara bu kitabı tövsiyə edirəm. Yəni açsınlar, oxusunlar və həqiqətən bir şey qatırmı, qatmırmı, sonra gəlib yenidən müzakirə eləyək. Ümumiyyətlə oxuduğunuz kitablar içərisində ən çox təsirləndiyiniz kitab hansı idi və o kitab sizə bir yerdə nəyə öyrətdi? Bunları yazsaz məncələr bölünməsində bir digər videoda bunları müzakirə eləyə bilərik. Əlbəttə ki, hörmət prinsipi çərçivəsində. İzlədiyiniz üçün təşəkkürlər. Kitab oxumağa başlayıb özünüzü daha çox inkişaf elətdirdiniz. Bir digər bölümlərdə görüşmək üzrə. Sağ olun.